dövlətin dərinlikdə olan, mən şərəfli Azərbaycan övladlarına müraciət edirəm. Xatırlayırsanızsa, 3 ay bundan qabaq mən bir açıqlama vermişdim ki, Mehdiyev bir kitab yazıb. Bəli, burada danışdıq ikimiz bir yerdə. Mən kitabın üz qabığını da göstərmişdim. Судьба государства в konteksti krutых поворотов. O haqda mən danışmışam, şəklində göstərmişəm. Ramiz Mehdiyev o kitabı Azərbaycanda olan bütün partiya rəhbərlərinə, yəni özünə bağlı olan partiya rəhbərlərinə göndərib. Sizə göndərməyib? Bizə yox. Tural bəy də olsa hiss olunar, amma kimlərə aiddir, onlar yəqin var o kitabda. Amma onun elə fəlsəfi cümlələr var. Məclisə, böyük dəyişikliklər dönəmində dövlətlərin taleyi də belə deyək. Судьба государства, söhbət Azərbaycandan gedir. O nəzəri cəhətdən yazmayıb dünya dövlətləri. Dövlətin taleyi. Dövlətin Azərbaycandan danışır. Və o kitablar göndərilib nazirlərə, eks-nazirlərə, oliqarxlara, parlament üzvlərinin hamısına. O zaman xatırlayırsınız, mən açıqlama verəndə bir deputat var idi, Bəhruz Məhərrəmov adında. Bir çıxış eləmişdi. Onun danışığı o kitabda olan bir çox cümlələrlə eynilik təşkil edirdi o zaman. Mən onda dedim ki, bu adamın danışığı kitabda olan məzmuna uyğun gəlir. Bu yaxınlarda gördünüz, bir istədi danışa, fikri yayındırıb, iqtidar müxalifət savaşına gətirmək istədi həmin Bəhruz Məhərrəmov, Ramiz Mehdiyevlə bağlı. Bütün məclis üzvlərində o kitab var. Xüsusi xidmət orqanları o kitabı bir-bir onların evinə girib araşdırıb çıxartmalıdır. Kimlə və necə göndərilib onlara? Судьба государства в konteksti krutых поворотов. Adı belədir kitabın. Reaksiya TV-nin proqramlarının birində də bizlə olan söhbətdə o şəklin qapaq şəklidir, həmin kitab. O kitabı, belə deyək, administrasiya rəhbərliyindən sonra yazıb, gedəndən sonra yazıb. Deyirəm, 3 ay bundan qabaq paylayıb partiyalar. 3 ay bundan qabaq. 3 ay bundan qabaq. Artıq siqnal verib ki, prezidenti götürəcək. Azərbaycanda boşluq yarananda dövlətin taleyini necə həll eləməliyik? Onunla danışıram, Zahir bəy mən. Bu ciddi faktdır. Mən elə biləm o vaxt yazdığı kitab. Və hələ siz elə bilirsiniz ki, nazirlər, parlamentarlar, partiya rəhbərləri niyə danışmırlar? Ramiz Mehdiyevin məğlub olunacağına inanmırlar, çünki Ramiz Mehdiyevin prezident statusuna paralel dövlətdə artıq təyinat var. Əmr o verir onlara. İcazənizlə mən o kitabı göndərim Arzu Əfəndiyə. Arzu bəy, öz səhifənizdə olan şəkildən birini göndərdim, zəhmət olmasa onu göstərin. Baxın. Судьба государства в konteksti krutых. Və bütün millət vəkillərində bu kitab var. Nazirlərdə, dövlət çevrilişində olan hamısında var. 3 ay qabaq göndərildi. Bəli. Çox maraqlıdır, bax. Siz elə bilirsiniz, müxalifət partiyalarında yoxdur.